Professor Fikrət Seyidov təhsil sahəsindəki mühüm araşdırmaları ilə tanınan görkəmli alimdir. Fikrət Seyidov 1930-cu ildə Qazax qəzasının Aslanbəyli kəndində dünyaya gəlmişdi. Onun atası Əhməd Seyidov Azərbaycanda ilk pedaqoji elmlər doktorudur. Alim Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri kimi yadda qalıb. Görkəmli alimin oğlu da atasının yolunu davam etdirib. Fikrət Seyidov orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakıya gəlib Pedaqoji İnstitutun Xarici Dillər Fakültəsinə daxil olub. O sözü gedən təhsil ocağını 1950-ci ildə fərqlənmə diplomu ilə bitirib. Fikrət müəllim əvvəlcə məktəbdə dərs deməyə başlayıb. O uzun illər orta məktəblərdə ingilis dili müəllimi işləyib. Daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Dillər Universitetində yüzlərlə gənc müəllimin yetişməsinə böyük töhfə verib. Fikrət Seyidovun tədqiqatları əsasən pedaqogika, tarixi və təlim-tərbiyə məsələləri ilə bağlı idi. O həm də məktəblilər üçün dərsliklərin hazırlanmasında iştirak etmişdi. Məsələn, professor 5-ci, 8-ci siniflər üçün ingilis dili dərsliklərinin müəlliflərindən biri idi. Bununla yanaşı, Fikrət Seyidovun xarici dil dərslərində diafilm, şifahi nitq vərdişlərinin inkişafı, 8 illik məktəblərdə xarici dilin tədrisi metodikası kimi kitabları da müəllimlərin stolüstü vəsaitinə çevrilmişdi. Onun ən çox sevdiyi mövzulardan biri Qori müəllimlər seminariyası idi. Bu sahədə illərlə araşdırmalar aparmış Qori müəllimlər seminariyası və onun məzunları maarifimizin təkrarsız xəzinəsi, soy kökümüzdən gələn pedaqoji fikir kimi kitablar yazmışdı.